Hazırda ölkəmizin bir sıra bölgələrində malqara arasında dabaq xəstəliyi yayılıb. Mütəxəssislərin sözlərinə görə dabaq xəstəliyi çox sürətlə yayılan və iqtisadi baxımdan ciddi təhlükə yaradan virusdur. Əhali bəzi kəndlərdə malqaranın tələf olması hallarının müşahidə olunduğunu bildirir. Ən təhlükəli məqam isə bu virusun insanlara da keçmə ehtimalının olmasıdır. Mütəxəssislərin fikrincə xəstə heyvanların ətindən və südündən istifadə insan sağlamlığı üçün risk yaradır. Xəstəliklə bağlı Cənub zonasına redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, dabaq xəstəliyi vaksinasiya olunan heyvanlarda daha çox yayılıb. Mən Cənub zonasından bildirmək istəyirəm ki, dabaq xəstəliyi ilə əlaqədar vəziyyət çox gərgindir. Bizdə fərdi təsərrüfatda heyvanlar vaksinasiya olmasına baxmayaraq, heyvanlar tamamilə ağır bir vəziyyətdə dabaq xəstəliyi keçirdi. Balalı heyvanlar tamamilə ana südündən də məhrum olublar.